Cumhurbaşkanımız İlham Əliyev cənabları, bütün dünya Azərbaycanlıların umudu bu qərə günlərdə, təhlükəli günlərdə, əvvəlallah Tanrımızdan sonra sizədir. Azərbaycanın umudu bu qorxulu günlərdə sizin diplomasi gücünüz, sizin əldə etdiyiniz militari gücünüzdür. Azərbaycanlı istər Urmiyədə, Təbrizdə, Ərdəbildə, Zəncanda, Həmədanda, Qumda, Tehranda, Əlborzda, Gilanda sizi çağırır, sizi səsləyir. Çünki bütün Azərbaycanın sevdasıyla ürəklər yanmaqdadır və Azərbaycanlının tək dayağı Azərbaycanlı olacaq. Azərbaycanlıdır ki bizi qoruyacaq. Biz bunu bilirik. Bunun içindir ki qəlbimiz Azərbaycan üçün atır. Cumhurbaşkanım, bu təhlükəli günlərdə umudumuz var sizin güclü diplomasinizlə, ortaya qoyduğunuz siyasətlə keçirək bu günləri və güclü, böyük, bütün Azərbaycana doğru addım ataq. Bütün canlarımızı koruyaraq. Bu arada Qərbi Azərbaycana böyük saldırılar var. Böyük oyun oynanır. Urmiyədə altyapı olan yerləri də darmadağın etmişlər. Hətta pasgahları, bütün lokal polis stationlər də yerlə bir olub. Heç dayanacaq güc buraxmayıblar. Hatta elə bir iş görüblər ki, bizi göçə məcbur etsinlər orada. Çünki altyapı petrolları, nəftləri də vurublar və xalq çox qorxu içində yaşır. Çox təhlükəli günlərdir. Bir başqa Xocalı olmağa doğru gedir və bilirsiniz terror qrupları terror amacı ilə burada bəslənib böyüdülüblər və bunlar biz və Kürdistan arasında çox böyük təhlükədir.